Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri işləyəcəyik. A variantının izahı kanalımızda artıq mövcuddur. Linkini şərhlərdə yerləşdirəcəm. A variantına baxmayanlar oradan baxar. Bugün B variantı izah olunacaq. Ümid edirəm hər kəs üçün faydalı olar. Nümunələrdən biri ancaq ad və əlamət bildirən sözlərdən ibarətdir. Yəni ancaq isim və sifətdən ibarətdir. Bax, burada məsələn, qorxma feildir, bunu çıx. Böyük olur, feildir, çıx. Təsir etmək, feildir, çıx. Bənzəmək, feildir, çıx. Ata-ana isim, mehriban sifət, münasibət isim, yaxşı sifət, tərbiyə və vasitə sözləri isim. Hansı cümlənin tərkibində söz çıxarsa, tabelilik əlaqələrinin sayı azalar və cümlə üzvlərinin sayı çoxalar. Uşaqsız ev, susuz dəyirmandır. Dəyirmandır, nə ev? Necə dəyirmandır, susuz? Hansı ev? Uşaqsız. Yəni, burada nə isə çıxarsan sadəcə azalacaq. Yəni, çoxalmaz cümlə üzvünün sayı. Gülümsəməyi bacarmayandan tacir olmaz. Tacir olmaz kimdən? Gülümsəməyi bacarmayandan. Yəni, sən burada gülümsəməyi sözünü çıxarsan, yenə cümlə üzvü bacarmayandan sözü kimdən sualına cavab verib tamamlıq olur. Burada sadəcə tərkibdir. Sizin elmi axtarışlarınızın nəticəsini bəyəndilər. Bəyəndilər nəyi? Axtarışlarınızın, daha doğrusu sizin elmi axtarışlarınızın nəticəsini, sizin axtarışlarınız, üçüncü növ axtarışlarınızın nəticəsi, burada da bir üçüncü növ gizlənib. Deməli, əgər mən burada sizin sözünü çıxarsam, bu belə olacaq. Bəyəndilər nəyi? Axtarışlarınızın nəticəsini, hansı axtarışlarınızın elmi. Yəni, əlavə bir cümləyə təyin gəldi və bir şey azalmadı sözdən başqa. Sözlərin ən pisi yalandır. Yalandır, nə? Sözlərin ən pisi. Sən burada əni çıxartsan, onun zaten bir əhəmiyyəti yox. Sözlərini çıxartsan, yalandır, bax, belə olacaq. Pisi, yalandır, ən pisi. Ən onsuz da köməkçi nitq hissəsidir, onun bir əhəmiyyəti yoxdur. İş yerlərinin rahat olması vacibdir. Vacibdir nə? İş yerlərinin rahat olması. Bu, məsdər tərkibidir. Rahat olmaq, yer və iş sözlərindən ibarət. Nəyi çıxarsan çıxart, rahat olmaq burada qaldığı müddətcə heç bir şey dəyişməz. Yəni, cümlə üzvü baxımından. Daha sonra səhv fikri müəyyən edin. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında həmişə durğu işarəsi qoyulmalıdır. Vədən istifadə olunubsa vacib deyil, bu səhv. Vasitəsiz nitqli cümlələrdə ən azı bir sözün ilk hərfi böyük yazılır. Bəli, məsələn, vasitəsiz nitqin özü ilə başlayan cümlələrdə V böyük olur. Sonra deyək ki, müəllif sözü araya girir, o artıq balacalaşır. Bəli, bu düzdür. Bir durğu işarəsindən vasitəsiz nitqli cümlələrdə ancaq bir dəfə istifadə edilir. Bu yanlışdır. Vergül ən azı bir dəfə istifadə edilmir. Daha sonra nə düşünə bilərik? Məsələn, dırnaq desən 2 yerdə olur. Tre desən, o da ən az 2 yerdə müşahidə olunur. Çünki vasitəsiz nitq və müəllif sözü gələndə, məsələn, vergül tre qoyulur, düzdürmü? Buna ehtiyac var. Daha sonra treni dedik, vergülü dedik, dırnağı dedik, nöqtəni dedik. Yəni, sırf hər hansı bir durğu işarəsinə bir dəfə rast gəlmək olar hər hansı cümlədə. Amma məsələn, treyə sən bir dəfə rast gəlsən, bu demək deyil axı, vasitəsiz nitqli cümlələrdə bu tre ancaq bir dəfə işlənir. Müəllif sözü ortada işlənəndə vasitəsiz nitqin ortasında vergül tre gəlir. Bax, fikir ver, ən azı 2 dənə tre oldu. Yəni ki, bir durğu işarəsinin mütləq bir dəfə işləndiyini deyə biləcəyimiz, yəni konkret bir qayda yoxdur, bu səhv. Vasitəsiz nitqli cümlələrdə adətən qoşa nöqtə və dırnaqdan istifadə edilir. Bu da düzdür, tre də olur, o da dialoqlarda. 1-3 A variantı. Hansı nümunədə say və isim arasında işlənən söz kəmiyyət fərqi yaradır? 3 göz otaq bizim ehtiyacımızı ödəyirdi və ya 3 otaq fərqi yoxdur. Təmirçilər 5 gün əmək sərf etdilər. Burada ümumiyyətlə numerativ yoxdur. Yəni 5 gün sözü əməklə 5 arasında işlənmir ki. Bağda 7 dənə alma ağacı var idi. 7 alma ağacı 7 dənə, görsüz fərq yaranmadı. Dayanacaqda 2 boş avtobus dayanmışdı. Boş sözü sifət olaraq
avtobus sözünün vəziyyətini bildirir. Yəni ki, biz onu götürə bilmərik numerativ kimi. Hədiyyə üçün bircə dəstə gül aldıq. Bax, bir deyirsən ki, bir gül aldıq, bir də deyirsən bircə dəstə. Sayı artmış olur. Cümlələrin birinin tərkibində sual əvəzliyindən istifadə edilsə də, həmin cümlə sual cümləsi deyil. Duru işarələri məqsədli şəkildə istifadə edilməyib. Nəyin maraqlı olacağını əvvəlcədən demək asan deyildi. Baxın, burada nə sual əvəzli istifadə olunsa da, bu sual cümləsi yaratmağa xidmət etməyib. Lap sən bunu sual intonasiyası ilə işlədir. Nə fərq yaranır ki? Nə sualına cavab vermədikdən sonra oradakı sual əvəzliyi olaraq deməli öz funksiyasını yerinə yetirmir. Unutmayın, lap belə sual cümləsinin içində belə sual əvəzliyi görsəz, elə birbaşa gedib bu sual əvəzliyi ilə yaranmış sual cümləsidir deyə bilmərik. Məsələn, nəyin maraqlı olacağını əvvəlcədən demək asan deyildi. Məsələn, deyək ki, belə deyirsən də bu cümləni, yox. Əgər belə deməyə çalışırsansa, orada asan deyildi, hə ya yox, belə bir cavab alacaqsan. Təsdiq inkar adı ilə və ya asan idi, asan deyildi kimi cümlə üzvləri xəbərlərlə alacaqsan cavabı. Nə sualını izah etməyəcəksən. Sual əvəzi ilə yaranan sual cümləsinin xüsusiyyəti budur ki, o sual cümləsinə cavab verilir. Məsələn, deyək ki, neçə yaşın var? Deyir ki, məsələn, 30. Bugün necə hiss edirsən? Deyir ki, məsələn, yaxşı. Sual əvəzliyinə cavab vermək məcburiyyətindədir. Mükafatı kimə vermək daha doğrudur? Deyirsən, filan kəsə. Necə mənzərəli təbiəti var? Burada ümumiyyətlə necə sözü ədatdır. Hara sizin xoşunuza gəlir? Deyirsən ki, məsələn, Bakı. Haranı izah edirsən. Nə şəkil çəkdirməli məqamdır? Burada da nə, necə sözündə olduğu kimi ədatdır. Altından xətt çəkilmiş sözlərdən dördü eyni qrammatik mənaya malikdir. Fərqli olanları müəyyən edin. Şəhərlərdə yeni formalı dayanacaqlar quraşdırılır. Dayanacaq burada isimdir. Küçədə dayanacaq adam soyuğa davamlı olmalıdır. Küçədə dayanan adam, dayanacaq adam feili sifətin şəkilçisidir. B fərqli olacaq, çünki onlar yol kənarında dayanacaqda xeyli gözlədilər. İsim, bu dayanacaqların təmirində sakinlər iştirak etdilər. İsim, küçəmizdəki dayanacaq digərlərindən fərqlənirdi. İsim. Hansı nümunədəki sözlərin birində samitin yazılışında səhvə yol verilib? İkiyüzlülük dəbdə olan çox pis qüsurdur. Tənbəllik azad insanı kölə edər. M yox, n yazılmalıdır. Samitdə qüsur var. Bir fənni digər fənlərdən fərqləndirmək çətin deyil. Düzdür. Hər kəsin sözünə kör-körana yox, kör-köranə. Burada saitdə qüsur var. Konkret məqsədi olmayanın işi də olmaz. Burada heç nə yoxdur. Sözlərin hamısından hansı ardıcıllıqla istifadə etməklə ədəbi dil normalarına uyğun cümlə qurmaq olar? Keçən dərsdə demişdik. Mübtəda, tamamlıq, zərflik və xəbər sxemi olmalıdır. Təyin istəndiyi yerdə işlənə bilər. Adam, tərəf, çətinlik, görməz, dosta, əlini uzadan. Bax, deyirəm ki, əlini dosta uzadan adam. Yox, dosta tərəf uzadan adam deyək də, düzdürmü? Tərəf sözü çöldə qalmasın. Deyirəm, əlini dosta, tərəf, uzadan, feil sifət tərkibi. Adam, mübtəda, çətinlik, tamamlıq, görməz. 6, 5, 2, 7, 1, 3, 4. 6, 5, 2, 7, 1, 3, 4. Həm samiti, həm də saiti fərqli tələffüz edilən söz. Əcdad, əcdadlarımız, burada sadəcə samitlər var, bunu çıx. Sonra bağlayarlar, A-ıya keçir, bağlayarlar, R-lıya keçir, 3-ü götür, 3 olmayanları da çıx. Danışmayacaqsa, danışmayacaqsa, A-ıya, Q-xıya keçdi, 3-4 ilə gedirik. Sehirli sözündə H və R arasına I, L da R-ya keçir. Səs artımı var, burada sait dəyişməyib ki, saiti fərqli tələffüz kimi götürün. Burada sadəcə L-R-ya keçir, bu samit sayılır. Neçənci idi bu? 5 idi. 5-i də çıx. Soraqlıya sözündə Q-xıya keçir, soraqlıya bu cür olacaq. 3, 4, 6, yəni D. Üzvlərinin heç biri söz birləşməsi ilə ifadə olunmayan söz, daha doğrusu cümlə.
Həqiqətin alovu onu aparanın əlini yandırar. Yandırar nə həqiqətin alovu. Mübtədamız üçüncü növdən ifadə olunub. Qazancı olmayan zəngin ola bilməz. Zəngin ola bilməz kim qazancı olmayan. Mürəkkəb feil, sadə cümlə üzvləri. Sağlam yaşamaq üçün sağlam düşüncə gərəkir. Gərəkir nə düşüncə, necə düşüncə, sağlam, nə məqsədlə, sağlam yaşamaq məqsədi ilə. Burada məqsəd zərfliyimiz söz birləşməsi məsdər tərkibi ilə ifadə olunub. Xəssisin qızılı onun bastırıldığı torpaqdan çıxar. Çıxar nə? Xəssisin qızılı. Üçüncü növ təyin söz birləşməsi. Ən böyük zəfər insanın özünə qalib gəlməsidir. İnsanın özünə qalib gəlməsidir. Nə? Zəfər, hansı zəfər? Böyük zəfər. İnsanın özünə qalib gəlməsi məsdər tərkibidir. Qrammatik əsası hər iki baş üzdən ibarət olan cümləni müəyyən edin. Yəni, biz elə bir cümlə tapmalıyıq ki, orada mübtədə xəbər olsun. Ən böyük universitet yaxşı kitablardan ibarət kolleksiyadır. Kolleksiyadır. Necə kolleksiyadır? Kitablardan ibarət, necə kitablardan yaxşı. Nə universitet, hansı universitet böyük? Mübtədə xəbərimiz varmı? Var. A variantı. Bugün işini sabaha qoyma. Qoyma. İkinci şəxsin təkindədir, sən qoyma. Ümumi şəxsi cümlədə mübtədə yox. İşığı söndürmədən lampanı dəyişdirmə. Dəyişdirmə sən. Yəni, mübtədə yox. Dünya görmüş böyüklərin məsləhətlərini dinləyərək yaxşı davranmağı öyrənirik. Öyrənirik kim? Biz. Mübtədə yox. İtkilərin təsirini ömür boyu unutmursan. Bu da yenə ümumi şəxslidir. İkinci şəxsin təkində və mübtədası yoxdur. Nümunələrin birində vergül işarəsindən istifadə edilməsi modal sözlə bağlı deyil. Heyif, dəstənin bütün üzvləri vaxtında gəlmədi. Ura, nəhayət biz istədiyimizə nail olduq. Nəhayət. Sabah mənim fikrimcə haqq yerini tapacaq. Baxın, mənim fikrimcə modal söz deyil. Ara sözdür və bu nə ilə ifadə olunub? Üçüncü növ təyini söz birləşməsi ilə. Belə yazılan heç siz modal görmüsünüz? Yox. C. Səhvdir. Bu yerlər məncə qədim yaşayış məskəni olub. Siz əlbəttə özünüzə inam hissini artırmalısınız. Bunlar da modal. Hansı cümlənin tərkibində daha çox nitq hissəsinə aid nümunə var? Ən, ədat, böyük, sifət, günah, isim, cahil olmaq, feil. Burada 4 dənə müxtəlif nitq hissəsi var. Dünyada isim, ən, ədat, çətin, sifət, iş, isim, isimi 1 ilə işarələmişdim, eyni şeyləri saymıram. İşsiz, sifət, onu da 3 ilə 2-ni, 1 ilə, deyək ki, 3, daha doğrusu 1 ilə 1-i, 3 ilə də 3-ü birləşdirirəm. Çünki onlar isim və sifət olaraq qruplaşıb. Gəzməkdə məsdər elədi 4. Burada da 4 müxtəlif nitq hissəsi var. Həqiqəti hamı tərifləyir, amma hamı demir. Həqiqət isim. Daha sonra hamı əvəzlik. Tərifləmək feil. Demək də feildir eyni formada. Amma da deməli bağlayıcı 4-dür. Xoş xasiyyət insanın qanadlarıdır. Xoş sifət, xasiyyət isim, insan isim, qanad isim. Burada 2. Telefonla da danışırdınızmı? M və irəni buradan ayıraq. Telefon isim, ilə qoşma, da bağlayıcı, danışmaq feil, m da ədat. 5 dənə oldu E variantı. Böyük adam böyük olduğunu, lakin böyüklüyünün kiçik olduğunu bilmir. Cümləsi üstündə rəqəm yazılmış ifadələrlə bağlı Eyler-Venn diaqramının yanlış fikirlərini müəyyən edin. Müstəqil cümlə üzvü deyil. Bilmir, nəyi bilmir? Böyük olduğunu. Kim bilmir? Adam, hansı adam böyük? Bilmir nəyi? Böyüklüyünün kiçik olduğunu. Bu formada təhlil edək. Müstəqil cümlə üzvü deyil deyir. Yanlışdır. Müstəqildə axı bu səhv. Söz birləşməsi deyil. Bu düzdür. Çünki böyük olmaq mürəkkəb nədir? Feildir. Feili sifət tərkibidir deyil. Bax, bayaq dedim ki, söz birləşməsi deyil. Bunu niyə ortaq götürüm ki? Bu bura aiddir ki, o söz birləşməsidir. 4. Səhv. İkinci dərəcəli üzvdür deyir. Hər ikisi ikinci dərəcəli üzvdür. Tamamlıqdır. Bu ortaya yazılmalıydı. Feili birləşmədir, düzdür. Vasitəli, vasitəsiz tamamlıqlar proqramdan çoxdan çıxarılıb dəyərli şagirdlər. Yəni, ona baxmanıza ehtiyac yoxdur. Bəzən belə testlərin tərkibində köhnədən qalma nüanslar var. Ona görə bu sizi təəccübləndirməsin. Deməli, doğru cavabımız 1, 4, 5, yəni E variantı. Nöqtələrin yerinə hansı ifadə əlavə olunsa mürəkkəb cümlə alınar. Güman ki, danışarsız, güman ki, modal olacaq. Baş verənlərin həqiqətə yaxın olduğunu, bu ikinci dərəcəli üzv olacaq. Soruşulanda ikinci dərəcəli üzv olacaq.
Öyrənərsiniz, danışarsınız. Kimsiz? Hər ikisi feilin eyni şəklində, xəbər şəklində olacaq və həmcins xəbərlər olacaq. Öyrənsəniz, danışarsınız. Feilin şərt şəkli. Bu nədir? Danışarsınız, xəbər şəkli. Siz öyrənsəniz, siz danışarsınız desəz də, feilin şəkilləri tamam fərqli olduğu üçün mürəkkəb cümlə yaradır. Həmcins ismi xəbərlərin sonuncusunda ismin bütün qrammatik şəkilçiləri işlədilsə, hansı şəkilçi bu tərkibdə olmaz? Məntiqi sualdır və ismi xəbər deyir. İsmi xəbərin tərkibində 100% təsirli hal şəkilçisi yoxdur. Çünki dəyəri şagirddə təsirli hal şəkilçisi ilə işlənən söz heç vaxt xəbər vəzifəsində iştirak edə bilmir. Bir mürəkkəb cümlənin tərkib hissələri arasında durğu işarələrindən istifadə edilməyib. Niyə? Baxaq. Baş budaq və ya budaq baş sxeminə uyğundur. Bunun adiyyatı yoxdur. Tərkib hissələri bərabər hüquqludur. Tabesiz mürəkkəb cümlədir. Tabesiz olanda vergi qoyulmur ki, qoyulur. Bağlanma vasitəsi kimi mumi ədatından istifadə olunub. Bunun da adiyyatı yoxdur, qoyulmalıdır. Tərkib hissələri bir-birinə bağlayıcı sözlə bağlanıb. Bağlayıcı sözün gəlməsi durğu işarəsindən istifadəni məhrum etmir. Tərkib hissələri arasında birləşdirmə bağlayıcısından, yəni vədən istifadə olunub. Bu düzdür. Keçən dəfəki testdə bunu demişdim. Uyğunluğu müəyyən edin. Hər yaranın sağalması mümkündür, söz yarasının yox. Baxın, burada yox sizi çaşdırmasın. Bu cümlənin orijinal variantı belədir. Hər yaranın sağalması mümkündür, söz yarasının sağalması mümkün deyil. Bunu düşünüb belə təhlil edəcəksən. Buradakı xəbər nədirsə, onun əksi adətən burada olur. Biz kimə arxayıq, o da bizə arxadır. Pəhləvanlıq gücdə olmaq deyil, gücdən məharətlə istifadə etməkdir. İstifadə etməkdir, gücdə olmaq deyil, nə pəhləvanlıq. Məsələn, bu bir qrammatik əsası olan cümlədir. 3-ə mən C götürürəm, çünki sadədir. İkinci cümləmiz tabeli mürəkkəb cümlədir və tərkib hissələrindəki cümlələr bərabər hüquqlu deyil və bağlayıcı sözdən istifadə edilərək düzəldilib desəm düz olar. Çünki kimə arxayıq? Bizə arxadır. Yəni fikir versəz burada qarşılıq olaraq gedəcək. Daha sonra bir qaldı. Bir tabesiz mürəkkəb cümlədir. A, B, C, D, E. Tərkib hissələrinin bağlayıcı ilə əlaqələnməsi heç birinə aid deyil. Çünki heç birində biz bunu müşahidə etmirik. A, B, D, C. A, B, D, C. Antonimlərdən istifadə edilməyən cümlədir. Gizli nifrət açıq danışıqdan təhlükəlidir. İndi çox maraqlı kitablar az tapılır. Çox sözü burada maraqlı sifətinin əvvəlində gəlir. Bu ədatdır. Az tapılmaq isə zərfdir. B-dir. Əvvəl, sonra, zaman zərfləri. Həqiqət bir daş qədər bərk, gönçə qədər yumşaqdır. Yumşaq və bərk sifət. Bu binanı qurmaq üçün 10 il, yıxmaq üçün 1 saat kifayətdir. Qurmaq və yıxmaq. Bu da getdi. Feil də amma cümlədə feilin sualına cavab vermir. Feilin təsriflənməyən formaları izləyən və axtarmaq. Feili sifət və məsdər. Oxunmalı deyil, vacib. Oxumasa, daha doğrusu oxutmasa şərt, deyir, xəbər. Ağlağan ümumiyyətlə ağlamaqdan ağlağan bu sifət düzəldən leksik şəkilçidir. 1-2. Hərəkətin subyekti olan ancaq mübtəda kimi işlənməyən nümunənin olduğu cümləni müəyyən edin. Qəlbini açdıqlarına dodaqlarını qapama. Qapama nə mübtədası var, nə subyekti var. Mübtəda gəlsə onsuz da mübtəda də subyekti olacaq. Qocalıq fırtınalı həyatın limanıdır. Burada ümumiyyətlə hərəkət yoxdur ki, onun icraçısından danışım. Səhvi düzəltməmək ən böyük səhvdir. Burada feil düzəltməməkdir, amma işin icraçısı da mübtədada yoxdur zaten. Uşaq güləndə hər kəsin ürəyi dağa dönür. Ürəyi dağa dönmək frazemdir. Hər kəsin ürəyi də bir əlaqədədir. Yəni sevinmək, fəxr etmək, qürurlanmaq kimi. Nə zaman? Uşaq güləndə. Fikir versəniz, uşaq nədir? Gülmək hərəkətinin icraçısıdır. Amma mübtəda kimi işlənməyib, tərkib daxilindədir. Cavab D. Kiçik nöqsanlara da vaxtında baxılmalıdır. Baxılmalıdır. Nəyə? Nöqsanlara. Deməli, bu da şəxssizdir. Ümumiyyətlə, bunun subyekti yoxdur. Bir nümunədə ədəbi dilin leksik norması pozulub. Başqasının səhvinə dözsəkdə öz səhvimizə qarşı amansız olmalıyıq. Əlinizdəki çanta, üzr istəyirəm, əlindəki çanta qəflətən yerə yıxıldı. Yıxılmaq insana məxsus bir şeydir. Yerə düşdü olar, bu səhv. Bütün qanunlardan əxlaq alidir. Əxlaq bütün qanunlardan alidir. Mübtəda gəlib xəbərin yanında. Bunu yaxşı olardı əvvələ keçirəm, amma bu da qrammatik normadır. Yanlış fikir söyləmək doğru deyil. Doğru deyil, nə yanlış fikir söyləmək. Mavi müdirə yaxınlaşdı. Bunlarda problem yoxdur.
Üçbucaq işarəsinin yerinə vergül işarəsi qoyulmalı cümlələri seçin. Bu da bəllidir. Baxın, da bağlayıcısı gəlibsə olmaz. Odan sonra öz təyini əvəzlik gəlibsə olmaz. O etibarlı insan olduğundan hamının inamını qazanıb. İnamını qazanıb kim o? Özündən sonra etibarlı sifəti gəlir, olar. Əlbəttə, bu indi təxirə salınmaz məsələ hesab olunur. Hesab olunur, nə bu? Özündən sonra zərf gəlib, olar. Daha sonra odan sonra hər şey əvəzlik gəlib, olmaz. Bu cür məsələlərə o dəfələrlə münasibət bildirdi. Kim o? Özündən sonra kəmiyyət zərfi gəlib, olar. 3, 4, 6. Nümunələri tamamlamaq üçün nöqtələrin yerinə ədəbi dil normalarına uyğun ifadə seçin. Vicdan insanın namusu və saadəti nəticəsidir, hesab edilir. Hesab edilir və ya sayılır, yəni zənn edilir. Çünki vicdan insanın namusudur, saadətidir. Qədər çoxalır, hesablanmaz deyilirsə ifadələrini yerinə qoymaq olmur. Göyçə mahalı sizin bizim doğma yurdumuzdur. Cümləsinin tərkibindən hansı söz çıxarsa geniş cümlə alınar. Geniş cümlə nəyə deyilir, dəyərli şagirdlər? Biri var müxtəsər, sadəcə baş üzvlərdən ibarət cümlə. Bir də var geniş, ən azı ikinci dərəcəli üzvlərdən birinin olduğu. Yəni, bu ola bilər qısa bir cümlə, baxırsan, deyək ki, zərflik və xəbərdən ibarətdir. Bu da geniş cümlə sayılır. Geniş onun böyüklüyü ilə ölçülmür. Bu sual eynən bu suala bənzəyir. Baxın. Hani o? Bax, burada məsələn sizin sözünü çıxdı mı? Bax, burada eyni sual tipidir. Yəni, məzmunu daha doğrusu. Bax, sizin bizim doğma yurdumuzda nə Göyçə mahalı. Amma sizin və bizim sözlərini çıxarsaq, yurdumuzdur, necə doğma, nə Göyçə mahalı. Təyin peyda olacaq. Yəni, əvvəl mübtəda və xəbəri idi. İndi mübtəda təyin xəbərdir. Ona görə 3 ilə 4-ü çıxarsaq yaxşı olar. İdi-imişlə bağlı düz fikirlər, bitişik yazılır. Təsriflənməyən feillərə qoşulmur, səhvdir. Deyirəm ki, məsələn, onun məqsədi oxumaq idi. Bəzi hallarda ilk saiti düşür, bəli, şəkilçiləşmiş formada i və i burada düşür. Özündən sonra heç bir şəkilçi qəbul etmir. Bu səhvdir, baxın. Oxumuşduqsa. Mış zaman, du hissəcik, qı şəxs sonluğu, bax. Feildən başqa digər nitq hissələrinə də qoşulur, bəli, adlara da qoşula bilir. 2, 4. Uyğunluğu müəyyən edin. Qoşa nöqtə və tire. Tabesiz mürəkkəb cümlələrdə bölüşdürmə bağlayıcısı ilə bağlanan tərkib hissələri arasında belə bir məsələ nə tireyə, nə qoşa nöqtəyə aiddir. Dialoqda yeni sətirdən yazılan vasitəsiz nitqlərdə tire istifadə olunur. Yeni sətirdən aşağıdan veriləcəksə. Ümumiləşdirici sözdən sonra qoşa nöqtədən istifadə olunur. Cümlənin sonunda işlənən ara sözdən əvvəl vergül olur. Dialoqda müəllif nitqindən sonra, məsələn, validə, dedi, deyirsə qoşa nöqtə qoyulur və bu da bura aiddir. Daha sonra situasiyamıza keçək. Mən oxuduğum üçün birbaşa varianta keçirəm. Birinci cümlədəki nöqtələrin yerinə uyğun gələn ifadəni yazın. Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, bəşəriyyətin içməli su ilə bağlı problemləri hələ də, məsələn, qalmaqdadır, davam etməkdədir, hələ də həll edilməyib, hələ də mövcuddur. Öz fikrimi də dedim, arxadakıları da oxudum. Bəzi sahibkarlar dəniz kənarında su təmizləyici qurğular deməli, neynir? Tikir. Bu hissəyə aid idi. Buna səbəb nədir? Yaza bilərik ki, məsələn, içməli suya tələbat yaranır. Amerika hərbi gəmiləri kifayət qədər su götürə bilmir, burdandır. Və nəticədə nə baş verir? Tələbatı ödəmək üçün distillə edilmiş su içirlər. Mətnin birinci abzası 2 abzas şəklində verilsə, ikinci abzas hansı cümlə ilə başlayar? Baxın, deyir, araşdırmalar nəticəsində müəyyənləşdirib ki, bəşəriyyətin içməli su ilə bağlı problemləri hələ də davam edir, ancaq zərurət nəticəsində içməli suya tələbatı ödəmək üçün müəyyən tədbirlər də görülməkdədir. Məsələn, içməli su təminatı ilə məşğul olan elə sahibkar var ki, dəniz kənarında su təmizləyici müəssisələr tikir. Bu müəssisələrdə duzlu su təmiz içməli suya çevrilir. Bu problem Amerikada da yaşanır. Baxın, buradan etibarən Amerikaya keçid edir və problemi başqa aspektdən izah edir. Ona görə buradan sonrasını yazmaq yaxşı olar, çünki məkan fərqi yaranır və bu ciddi bir fərqdir. Yeni abzasa ehtiyac var.
Ümid edirəm faydalı oldu. Belə izahlar üçün bəyənməyiniz və abunə olmanız kifayətdir. Sağ olun.